Allahı çox-çox mehriban bir ana kimi təsəvvür edin. Sonsuz dərəcədə şəfqətli və qayğıkeş bir ana. Təsəvvür edin ki, biz insanlar küçədə oynayan uşaqlar kimiyik. Allah isə çox-çox mehriban bir ana kimi evin qapısında dayanıb və uşaqları üçün daim narahatdır. Uşaqlar bəzən bir yüksəklikdən yıxıla bilərlər. Ana təkrar-təkrar deyir, uşaqlar diqqətli olun, yıxılmayın. Sonra uşaqlar odla oynayırlar və həmişə təhlükə ilə üz-üzədirlər. Ana isə sonsuz qayğı ilə narahat olur və deyir, uşaqlar diqqətli olun, yanmayasız. Gəlin yanıma, burası təhlükəsizdir. Mən sizi qoruyuram, diqqətli olun. Amma uşaqlar daim diqqətsizlik və ehtiyatsızlıqla özlərini yaralayır, yandırır, lakin analarının sözlərini vecə almırlar. Quran oxuyanda Allahı çox-çox narahat və şəfqətli bir ana kimi düşünün. O zaman görəcəksiniz ki, Qurandakı hər kəlmə insanı ağladır.